Devlət də bunlara heç bir cavab vermir, maraqlanmırlar, deyirlər biz deyilik, gedin neynirsiz eləyin. Məsələ bu yerdədir. Salam dostlar, Ayvazoğlu TV efirdədir sizinlə mən Şahəddin Elxan Mailoğlu. Hoş gördük hər birinizi. Düzünü deyim ki, bu sujetdən sonra bu Ümid İbrahimovun bu vəziyyətindən sonra adam heç salamlaşmaq da istəmir. Adam heç yəni bir insan olaraq bir-birinin gözünün içine baxmağa da utanır. Ona görə ki biz o kişilik deyirlər filan insan olmağa da layık deyilik. Bilirsiniz niye? Ona görə ki biz insan olmayan ləyaqətsiz, şərəfsiz adamları imkan vermiş ki, gəlib bizim başımız üstə durub bizə rəhbərlik edirlər. Bax, bu Ümid İbrahimov, gör insan, inanın dostlar, insanın əlatsız olmaqdan dəhşətli ikinci bir şey yoxdur həyatda. Baxın, gedib, torpaq uğrunda sağlamlığını itirib, torpağı o necə deyərlər, torpağı vətən edib, gəlib, indi həmən vətəndə bir qrup dələduz hər şeyi ələ keçirib və hamısının başında oturub deyir, indi məndə yaşamaq istəyirsənsə, get, pul tap, gətir, rüşvətini ver yaşa. Rüşvətin yoxdursa, özün bilərsən, get, nə istəyirsən elə. Yəni, bizdə perspektiv yoxdur, yəni imkanı olmayan adamlar üçün. İlham Əliyevə deyir, yol açıqdır. Ona görə baxın İlham Əliyevin son şəkillərindən biridir, mən qoymuşam bura. Sifətindəki nifrətə baxın. Baxın, bu xalqa baxan nifrətdir.